Məsələn, iki dənə xavaric olur, Şeyx Hasan danışır. İki dənə xavaric olur, danışıram mı qardaşlar, sizlər bəlkə də işləmir. İki dənə xavaric otururlar evdə, dünya təşkil ediblər, qalıb ikisi. İkisi qalıb, birdən, zəmət yox, birdən bir dənə evdə ağzıqanı da bir şey yox. Milçə yəni. Milçə onun qonur burasına, bu deyir ki, ona kafirdir milçə. Milçə kafirdir. Bu da demişdir ki, milçə Allah s.ə. Risalə ilə mükəlləf eləməyib, yəni Quran sünnə ona aid deyil. Bunlardan yox, bunlardan kafir müsəlmi oldular, bir qiyamət ki, həşr olacaqlar, sonra yox olub gedəcəklər. Deyir, yox, Allah s.ə. Quran kəndə buyur ki, möminlərə ancaq kafirlər əziyyət verir. Bu mənə əziyyət verir. Kafirdir. Bu birisi də qaydı deyir ki, mən müvafiq olmuram da sənə bu milçənin təkfirimdə sənə müvafiq olmuram. Deyir, sən də kafirsən. Kafirə kafir bilməyən kafirdir.